Sınaqda 220 yığan bir uşaq imtahanda neçə bal toplaya bilər? Videomuzun mövzusu budur. Səhifəmizi izləyin, bismillah getdik. Deməli, bir şey yaddan çıxar. Mən o uşağın balını indidən yuxarı görürəm. Yəni, mən düşünürəm ki, bu şagirdimiz ən az 250-nin üzərində bal toplayacaq. Amma nələri etsə, burada bir məsələ var. Birincisi, sən indiyə kimi bildiyin mövzulardan gedib 220 bal toplamısan. Amma sən hal-hazırda buraxışa girsən, bəlkə də 220 sən ya da 220-də deyilsən. Bir şey unutma ki, sən hal-hazırki tempi imtahana kimi olduğu kimi aparsan, 220, 230, 240-a qədər bəlkə də bal toplaya bilərsən. Amma sən hazırki tempin üzərinə biraz da əlavə eləsən, məsələn, hər günkü çalışmanı, hər fənn üzrə, yəni nə qədər çalışırsanız, onu bir 20-30% artırsan, əmin ol ki, sən 260 bal toplaya bilərsən. Sadəcə bir şey bilməlisən ki, sənin bundan sonra öyrənəcəyin mövzular var. Həmin mövzularda bu şəkildə öyrənməlisən. Və bundan sonra öyrənəcəyin mövzular bir balaca çətin olacaq. Məsələn, sən həmin o 220-nin bal topladığın zamanda ancaq köməkçinin hissələri falan düşmüşsə, bundan sonra artıq orada cümlə üzvləri var, üstəgəl bundan sonra orada var, həmcins var, əlavə var, mürəkkəb cümlənin, sadə cümlənin fərqi falan var ki, sən bu tempi imtahana kimi aparmalısan və bundan sonraki mövzularda o şəkildə öyrənməlisən. Sən o 220-yə arxayın olmamalısan. Və təbii ki, bu qaydada getsən, əmin ol ki, yəni biraz da bir 20-30% hazırki vəziyyətindən daha çox çalışarsansa, təbii ki, 260 bal toplama imkanı olacaq. Bəlkə də daha yüksək bal toplama imkanınız olacaq. Bu arada imtahana kimi bizlə hər gün çalışaraq, məsələn, hal-hazırda biz hər gün işləyirik və isimə gəlib çatmışıq. Buradan o tərəfə bizə qoşulub davam eləmək istəyən uşaqlar 055-597-0151 yaza bilərlər. Bunun riyaziyyat üzrə versiyası da var, həmçinin ingilis dili versiyası da var. Üstəgəl Azərbaycanla sınaqlar qrupumuzda var ki, 3-cü qruplar üçün hər gün Azərbaycan və ədəbiyyatdan sınaq görəcəklər. Üstəgəl buraxılış üçün də sınaq və mətnlər qruplarımız var. Qoşulmaq üçün 055-597-0151-ə yazın. Bu qədər. Sağ olun.